Salam əziz və dəyərli soydaşlarımız, hər biriniz xoş gördük. Güney Azərbaycan Qurtuluş Partiyasının Qurtuluş TV vəsiləsinə birlikdə yox. Dəyərli soydaşlarımız, demək ki, bugünkü görüşümüzdə, söhbətimizdə biz yenə bir qərib bir demək ki, mənzərədən danışacağıq. Bilirsiniz ki, hər ölkənin, hər demək ki, cəmiyyətin hardasa görünən üzü, tablosu və görünən və ona demək ki, necə deyim, sıx-sıx dayanan mövcudiyyəti onun radiosudur, onun TV-sidir, onun mediasıdır və bu millət, bu xalq demək ki, öz mediasına, öz televizyonuna, milli televizyonuna belə deyək, söykənərək, ona güvənərək dünyaya o pəncərədən baxır. Təbii ki, despot ölkələrdə bu sistem tamamilə fərq edir və despot ölkələrdə ümumiyyətlə özəlliklə TV hakimiyyətlərin əlində bir millətin azadlığına, millətin demokrasiyasına, millətin demək ki, müxalif sözlərinə olan bir silah kimi kullanılır. Və çox təəssüflə bizim də durumumuz bunun demək ki, bu durumun ən dəhşətli tağlarında, ən dəhşətli durumundadır və bu da demək ki, Güney Azərbaycanda olan televizyonlarımız. Yəni istərsə Təbriz Səhən televizyonu olsun, istərsə Ərdəbil Savalan televizyonu olsun, istərsə Urmuda Azərbaycan, Qərbi Azərbaycan televizyonu olsun, istərsə demək ki, Zənganımızda Rəşad Ərşad televizyonu olsun və başqa yerlərimizdə ümumiyyətlə bu televizyonlar xalqımızın, millətimizin düşməni, xalqımızın, millətimizin ümidinin kəskin olaraq ölməsinə yönəlik bu faşist rejim tərəfindən, şubi faşist rejim tərəfindən kəskin bir silaha çevrilibdir. Və biz bu günləri yenə demək ki, Azərbaycanın ən böyük şəbəkəsindən, yəni Təbriz Səhən şəbəkəsindən qısaca danışacağıq. Və bu şəbəkənin ümumiyyətlə nə qədər Güney Azərbaycanın ümumiyyətlə xalqının, millətinin, ümumiyyətlə Türk millətinin ruhiyyəsində mənfi təsir qoymasından söhbət edib danışacağıq. Bu televizyon bilirsiniz ki, ümumiyyətlə rejimin demək ki, ən qəddar anti-Türk, anti-Azərbaycan silahlarından birisi sayılır. Və bütün verilişlərində, planlarında, hamısında ancaq və ancaq millətə bir qara tablo, millətə bir demək ki, ümidsizlik yaratmaq tablosunu ortaya qoyur və bu məsələ ilə bağlı gecə-gündüz rejim tərəfindən, rejimin maliyyə imkanları tərəfindən dəstəklənir. Hətta çox belə normal olaraq da, məsələn deyib, traktor takımı, Təbrizin traktor və Azərbaycanın traktor futbol takımı demək ki, İranda şampiyon olur. Və bu İranda şampiyon olması da çox qəribədir ki, Təbrizin televizyonundan məsələ belə deyək ki, birbaşa verilir. Ancaq orada olan hadisələr deyil, özlərinin öncədən planlaşdırılmış hadisələri ortaya qoyulur. Məsələn, kimləri? Axı, bu futbol takımıdır, bu futbol şölənidir və futbol şölənində də daha doğrusu gəlib şəhidlərin, indi rejimin şəhidləri əlbəttə, onların indi helikopterdə skut edənlərin, İmam Cüməsinin, o bir standartının gəlib şəklini qoymasının nə anlamı vardır? Bu şəkli qoyulur və dəqiqələrlə bu şəklin üstündə danışılır, söhbət olunur. Orada stadio unudulubdur. Stadiodan heç bir görüntü yoxdur. Təbrizin stadionunda ən azından hesablasaq, məsələn, 120.000 adam orada vardı. Bütün ətraf çevrə
təpələr hamısı dolubdur. Əgər izin versələr 500.000 insan ora toplanacaqdır. Onların heç birindən xəbər yoxdur. Ancaq 2 nəfər, daha doğrusu heç bəlli deyil kimlərdir, bəlli deyil. Bu rejimin necə deyim, seçilmiş adamları orada gəlirlər, havadan sudan danışırlar. Gəlirlər demirlər ki, rejimin nə qədər fütuhatından söhbət edib danışırlar. Gəlirlər savaşdan danışırlar, gəlirlər başqa şeylərdən danışırlar. Amma çalışırlar ki, adın canlı qoyub da, amma o canlıya heç toxunmadan demək ki, o 1 saati orada neynəsinlər, bitirsinlər və geçsinlər. Gətirirlər elə bir adam orada oxutdururlar ki, əlaqəsi yoxdur. Yəni, daha doğrusu o millətinlə heç əlaqəsi yoxdur. Ancaq bunlar təkcə bir deyil, təkcə 2 deyil. Təkcə, məsələn, demək ki, traktor oyunlarında şüarlar verilir, milli şüarlar verilir. 15-ci dəqiqədə 15-ci maddəni istəyək, ana dilinin təhsilini istəyirlər. Türk dilində mədrəsə olmalıdır hər kəsə deyə. Bunu tamamilə demək sansur edirlər. Bunun səsini kəsirlər. Ondan sonra gəlir Urmu məsələsi ilə bağlı demək ki, bir plakat istəyirlər geyləsinlər, açsınlar. O plakatı görüncən tezzənə televizyonun dəyişir, zaviyələri dəyişir və daha doğrusu havanı göstərir, nə bilim, yəni çəməni göstərir və çalışır ki, o tərəfdən qaçsın. Eyni zamanda da bütün səslərin hamısını kəsinlər. Yəni lal-çal, sanki orada 100.000 adam yoxdur, sanki orada demək ki, şüarlar verilmir, sanki orada insanlar ağızlarını sadəcə dəbəldirlər və heç birindən səs çıxmır deyə bu cür. Yəni, daha doğrusu bu tək idman sahəsində desək, idman sahəsində belə, amma başqa sahələrdə məsələ deyirəm, nümunəsini deyim, yenə sizə. Çünki mən çox baxıram özüm və bundan da dərs çıxardıram. Demək ki, bir dənə şey vardı, bir cəşni vardı, bir demək ki, bir mərasim vardı. O mərasimi Tehran göstərir. Amma o mərasimdə bir açana bəlkə də bir açana dodaq qaçıracaq qədər bir gülümsəmə vardı. Anında Təbriz gəlir və əzadarlığı göstərir. Anında Təbriz gəlir, Təbrizin televizyonu gəlir və demək olar ki, Quran geyini göstərir, mərasimini göstərir. Bu sadəcə Təbrizə deyil, bu Savalana aiddir, dediyim kimi bu Urmiyə aiddir, bu Ərşədə aiddir ki, Kərət, Zənganınkidir və başqa tiplərimiz. Ümumiyyətlə demək istəyirik ki, Təbriz TV-si faşizminin Azərbaycan Türk millətinə qarşı ən kəskin silahıdır. Ya belə ad qoya bilirik, Baykuş TV, yenə bunun haqqında belə danışa bilirik. İndi biz nə etməliyik, nəzr etməliyik? Bu, təbii ki, bu rejimin mahiyyəti budur. Bu rejimin mahiyyəti və əslində bu qaranlıq dünyasının mahiyyəti budur. Amma təkcə qaranlıq nöqtəsi desək, bütün TV-lərin hamısını tutar. Amma elə də deyil. Məsələn, Təbrizdə uşaqlar üçün, uşaqlar bərnaməsinə baxıram mən, ya Ərdəbildə, Savalanda uşaqlar bərnaməsinə baxıram, ya Urmuda. Demək ki, çalışırlar ki, uşaqların o anasından öyrənmiş o yarım yapalaq türkçəni də bunun ağzından qoparsınlar və ona demək olar ki, farsça sözlər versinlər, sözlər qoysunlar ağzına. Beləliklə də səmmi yapır. Bütün bu televizyonun əslində hədəfi bundan ibarətdir ki, demək ki, bizim uşaqlarımızı, bizim gənclərimizi, bizim yaşlılarımızı, hərəsini bir form ilə özlüyündən çıxasınlar. Uşaqlarımıza bir yabancı dil aşılasınlar. Gəncliyimizə yaşam ümidini onların əlindən alıb və
onlara yəs, onlara xurafat, onlara demiyorlar ki farklı metodlar, ancaq yaşam metodu değil, ölü metodu formasında şeyler ortaya koysunlar, programlar ortaya koysunlar. Yaşlılarımıza demək ki, biraz sənə şənlik vermək yerinə, yaşlılarımıza biraz sənə yaşama ümid vermək yerinə yas, təziyə, hər dəqiqə ağlama, hər dəqiqə demiyorlar ki, dəsmal yaşatma tərzi ortaya qoyurlar. Və bu belə davam etməkdədir və belə də davam edir. Dediyim kimi, bu təkcə Azərbaycanımızın bir nöqtəsinə deyil, bütün nöqtələrinin hamısına aid olan bir məsələdir. O, demək ki, iki məsələni burada fəqət işarə etmək istəyirəm. Birisi budur ki, Azərbaycan televizyonlarında Azərbaycan rəqsinə aid olan, Azərbaycan mədəniyyətinə aid olan, Azərbaycan kültürünə aid olan, Azərbaycan demiyorlar ki, kimliyinə aid olan, Türk kimliyinə aid olan heç bir şey yoxdur. Heç bir şey yoxdur. Bunun tərsinə olaraq bütün kimliyimizi bataqlığa çəkmək üçün, kimliyimizi bütün demiyorlar ki, tamamilə aradan məhv etmək üçün hər türlü çabalar ortaya qoyulur. Və bu çabaların əslində də faşizminin, şovinizminin kültürsüzlüyü dayanır. Və bu kültürsüzlüyü çalışır ki, Azərbaycan Türk millətinin kültürünə üstünlük versin, aşılasın və bunda da gecə-gündüz bilmədən əlbəttə ki, bayaq dediyim məsələni bir daha təkrar etmək istəyirəm ki, rejim tamamilə öz silahından istifadə etməyə çalışır. İndi biz nə etməliyik bunun qabağında qarşısında? Əziz millətim, əziz Azərbaycan Türk milləti, məsələn deyirəm, bu günləri xoşbəxtlik bundan ibarətdir ki, demək ki, Azərbaycan Cümhuriyyətinin TV-ləri, Azərbaycan Cümhuriyyətinin İdman TV-si olsun, Spor TV-si olsun, ondan sonra başqa TV-ləri olsun ki, bu idmanla məşğuldurlar. Birbaşa traktorun oyunlarını göstərirlər. Özdə çox gözəl bir geyiminə, çox gözəl bir cana yatan, ürəyə yatan demiyorlar ki, tərzinə Türk dilində bunları geyirlər, verirlər və gözəl formada da traktoru təmsil edirlər orada. Türkiyəmizin televizyonlarında, idman televizyonlarında və bəzən də milli televizyonlarında yenə bu Azərbaycanın traktor takımının oyunlarını, özəlliklə Asiya oyunlarını kəsinmədən göstərirlər. Və bu da bizə bu imkanı yaraldır ki, demək ki, biz bu faşist sisteminin şəbəkəsini boykot eləyək. Millət olaraq boykot eləyək. Millət olaraq. Əgər bunlar görsələr ki, daha doğrusu belə deyək ki, bu televizyona baxılmır, bu televizyonun heç bir baxanı yoxdur. Əlbəttə ki, məcbur qalacaqlar ki, özlərinin demək siyasətlərində müəyyən dərəcə fərqlilik yaratsınlar. Məcburdurlar bunu yaratsınlar. Buna icbarları var, məcburiyyətləri var. Yoxsa bizim üçün ümumiyyətlə artıq bu imkanlar vardı. Ki dediyim kimi oyunlarımızı, traktorun oyunlarını oradan görək. Və nəhayət budur ki, bu televizyonların, bu şəbəkələrin ümumiyyətlə heç birində bizim milli rəqslərimizdən, milli geyimlərimizdən, milli mədəniyyətimizdən, milli adətlərimizdən, ənənələrimizdən heç xəbər-ətər yoxdur. Hətta yeri gəlir görürsən ki, demək ki, bu Səhən TV-nin müdür amili, indi əgər adı müdür amili, əgər Əkbər Rizayi adında bir zat ki, təpədən dırnağa demiyorlar ki, bütün asimiliyasiya olmuş, manqurtlaşmış bir şəxsidir. Gəlir açıq aydıncasına elan edir ki, bu rəqs Azərbaycan dansı ki vardır, Azərbaycan rəqsi ki vardır, bizə aid deyil.
Bize ait değil. Kime ait olacaktı bu? Filan filan olmuş. Yani kimliğinden demeyorlar ki uzak düşmüş. Öz kimliğini, öz qınından çıxmış, qınını bəyənməmiş, qınını demək ki satqın birisi olan bu Əkbər Rizaya zat bunu necə ola bilər desin ki, Azərbaycan rəqsinin Azərbaycana aidatı yoxdur. Azərbaycan rəqsinin Azərbaycana aidatı olmasa və bu adı hardan gəlibdir? Bu ad hardan gəlibdir? Ad kimə versən vermirsən bu adı? Sən ondan götürəsən, bu tarixdən gəlmiş bir varlıqdır. Yəni, nə demək? Yəni, bu demək ki, rəqsidə cəsarət var. Rəqsidə demək ki, kimlik var, mənlik var, özgürlük var, azadlıq vardır və bu onların xoşuna gəlmir. Bu onların xeyrinə deyil deyə düşünürlər və ona görə də öz kimliklərini, öz ata-babalarının onlara verdiyi irsiyanı belə tanırlar. Bu zehniyyət, bu düşüncə, bu faşizminin şuubi zehniyyəti istər-istəməz bizim demək ki, Səndimizdən olsun, Savalandan olsun, Azərbaycanın, Qərbi Azərbaycan TV-sindən olsun, Ərşaddan olsun, filandan, bemanın, bunların hamısından demək olar ki, zəhər kimin millətimizə nəzir deyim, hər tərəfdən axır, hər tərəfdən axınır. Yəni, söhbət bundan gedir ki, demək ki, Azərbaycanın ümumiyyətlə milli televizyonu yoxdur. Azərbaycanın ümumiyyətlə heç televizyonu yoxdur. Azərbaycanın, Güney Azərbaycanı deyirəm, Güney Azərbaycanın heç televizyonu yoxdur. Əziz soydaşlarımız, Ərdəbildə olan soydaşlarımız, Zənganda olan soydaşlarımız, Ərəkdə olan, Həmədanda olan soydaşlarımız, Təbrizdə olan, Urmuda olan və başqa Mərağamızda, Mərəndimizdə, Miyanamızda, Əhərimizdə, Bərziqanımızda, hər yerdə, Sulduzumuzda, ondan sonra Salmasımızda olan əzizlərimiz, soydaşlarımız bunu bilir ki, bu günləri heç ehtiyacımız yoxdur bizim ki, heç ehtiyacımız yoxdur ki, bu Baykuş TV-yə baxaq. Bizim ehtiyacımız sadəcə var, özümüzə ümid bağlayaq, özümüzə ümid versin bu baxışlar, bu televizyonlar. Vardı bu günləri Azərbaycanın televizyonları var, çox gözəl verilişlər olur, çox gözəl demək ki, dizilər yaradırlar. Türkiyənin 7 gün, 7 gecə fərqli diziləri vardı və bunların daha doğrusu bizə verdikləri, bizə verəcəkləri dil axımı, ondan sonra kimlik axımı, ondan sonra mənlik axımı və bu kimin axımlar ancaq və ancaq Türkiyədən və Azərbaycandan verilir. Lütfən bunu diqqətə alaq ki, bu televizyonlar ki, bu günləri Təbrizdə, Ərdəbildə və Urmuda, Zənganımızda, nə bilim, yəni daha doğrusu belə deyək, ustan saysaq belə ta çəkilir Ərəkimizə qədər, Kərəcimizə qədər. Bunların heç biri bizim televizyonumuz deyil. Bu televizyonlar sizin ancaq və ancaq zehniyyətinizi qaratmaq üçündür. Ancaq bu Baykuş rejimin demək olar ki, Baykuş siyasətini, düşüncəsini və əlavə gəl onun üstünə şuubi, fassi və anti-Türk, anti-Azərbaycan təbliğatını sizə aşılamaqdır. O baxımdan Allah'a çox şükür bizim televizyonlarımız vardı və bu günlərdə anten vasitəsilə, demək ki, uydu vasitəsilə rahatcasına hər yerə əl tapmaq mümkündür. Ona görə də Baykut. Yəni bu rejimin bütün təbliğatını kör eləmək lazımdır. Sizə bir daha can sağlığı arzu edirəm. Bir daha bir verilişimizin sonuna gəldim. Sizinlə yenə birlikdə olmaqdan qürur duyacağım. İnşallah ki, can sağlığı olsun və birlikdə olaq bir daha. Sağ və səlamət qalın.